İşğaldan azad olmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri iqtisadi dirçəlişi sürətləndirir. Böyük qayıdış proqramı çərçivəsində icra olunan strateji layihələr regionun simasını dəyişir. Bu layihələr arasında Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Sıradakı sujet 190 hektardan çox ərazini əhatə edən Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdən biri. Ayaqqabı fabrikindəndir. Ağdam Sənaye Parkı qısa müddətdə yaranmasına baxmayaraq artıq regional iqtisadi mərkəzə çevrilib. Parka sahibkarlar tərəfindən indiyədək 149,7 milyon manat sərmayə yatırılıb. Hazırda Sənaye Parkında 30 sahibkara rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ölkədə ən böyük ikinci Sənaye Parkında 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonların əhalisinə üstünlük verilir ki, bu da regionda məşğulluğun artmasına xidmət edir. Sənaye Parkında fəaliyyət göstərən Bafco Invest MMC-nin ayaqqabı fabrikində müxtəlif təyinatlı ayaqqabılar və poliuretan çəkmələr istehsal olunur. Hazırda fabrikdə 2 növbə üzrə daimi işlə təmin olunan 70 işçi var. Bizi işlə təmin edirlər. Çox da hər şey yaxşıdır. İşimiz də çox gözəldir. Dədə-baba yurdumuza qayıtmışıq. Bunun sevincini yaşayırıq. Və biz də artıq işlə təmin olunmuşuq. Hər şey çox gözəldir. Müəssisə Alman istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. Burada istehsal prosesi peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Fabrik beynəlxalq IN ISO uyğunluq sertifikatına malikdir ki, bu da məhsulların xarici bazarlara çıxışını təmin edir. Xam malımız əsasən Almanya, Fransa, Türkiyə kimi ölkələrdən gətiririk və burada istehsalını həyata keçirdirik. Hazırda 15-dən artıq məhsul çeşidimiz var. Modellərimiz var. Həm ayaqqabı üzrə və eyni zamanda poliuretan çəkmələr üzrə bir neçə rəngdə, bir neçə modeldə poliuretan çəkmələrimizi istehsal edirik. Bir neçə ölkəyə ixracımızı gerçəkləşdirmişik. Bunlar Rusiya, Qazaxıstan və bəzi ərəb ölkələrindən ibarətdir. Müəssisədə istehsal olunan müxtəlif təyinatlı ayaqqabılar və poliuretan çəkmələrə artıq dünyanın bir çox ölkələrindən tələbat var. İllik istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cüt təşkil edir. Hazırda fabrik xarici bazarda mühüm paya sahib olmaq uğrunda mübarizə aparır. Xarici bazarlara təkcə ayaqqabı müəssisəsinin məhsulları yox, ümumilikdə Sənaye Parkında istehsal olunan digər mallar da çıxarılır. Sənaye Parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub. 2024-cü ildə 22,3 milyon manat deməli satış olmuşdursa, 2025-ci ildə bu rəqəm 1 milyard 387 milyon manat təşkil etmişdir. Bu rəqəmlər azad edilmiş ərazilərdə sənayeləşmə prosesinin artıq real nəticələr verdiyini və inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səadət Ayazqızı, Habil Məmmədov, Mələyin Qlablı, ATV Xəbər, Ağdam.